Bu dəfə pendirli pomidor çırpması hazırladım. Gördüyünüz kimi pomidorları iri doğradım, qabığını soymuram. Ağzı qapaqlı şəkildə biraz yumşalanda pomidorların qabıqlarını rahatçılıqla çıxardıram. Və sonra gördüyünüz kimi vilka ilə əzirəm. Sonra yağını əlavə edirəm və qarışdırıram. Duz, istiot, sarı kök vurdum, əlavə etmədim. Və bir çay qaşığı ev tomatı əlavə elədim. Sonra adi ağ pendir, bərk olan bir pendirlərdən doğradım biraz. Və qarışdırıram. Yumurtasını vururam. Yumurtaya da bir balaca duz əlavə eləmişəm. Yumurtanı vurandan sonra istəsəz qarışdırmaya da bilərsiniz, amma mən qarışdırıram. Və qarışdırırıq. Üzərindən də biraz Holland pendiri əlavə edirik və üzərindən quru reyhan. Və budur bizim çırpmamız hazırdır. Burada da çörəkləri isidirəm, qızardıram və budur. Bu cür ləzzətli bir çırpmanı hazırlamağınızı məsləhət görürəm. Nuş olsun hamınıza.